Mövzu ismin cinsləri, kişi cinsi. Əgər ismin sonu samit hərflə bitirsə, deməli isim kişi cinsindədir. Əgər isim məhkil znakla bitirsə, bəzi məhkil znakla bitən isimlər var ki, kişi cinsindədir. Məsələn, gəlin nümunə gətirək. Qardaş, rus dilində nədir? Brat. Biz nə edirik? Son hərfə baxırıq. Brat hansı cinsdədir deməli? Əgər t hərfi samit hərfdirsə, deməli brat sözü, qardaş sözü rus dilində hansı cinsdədir? Kişi cinsində. Stol l hərfi ilə bitir. L hərfi samit hərf sayılır. Deməli stol hansı cinsdədir? Kişi cinsində. Hər gün istifadə etdiyimiz telefon n hərfi ilə bitir. N hərfi samit hərfdir. Deməli telefon hansı cinsdədir? Kişi cinsində. Məhkil znakla bitən bəzi şeylər deyək. Məsələn, avtomobil məhkil znakla bitir, amma kişi cinsindədir. Sonra kon, at məhkil znakla bitir, amma kişi cinsindədir. 40 danışıq dərsi ilə bağlı ətraflı məlumat aşağıda. İsmin cinsləri. Qadın cinsi. Əgər ismin sonu, yəni sonuncu hərf A hərfi ilə bitirsə, deməli qadın cinsidir. Əgər isim ya hərfi ilə bitirsə, sonuncu hərf ya hərfidirsə, deməli isim qadın cinsindədir. Keçən videoda kişi cinsindən danışanda orada da dedim məhkil znakla bitəndə. Elə məhkil znakla bitən isimlər var ki, məhkil znakla bitir, amma qadın cinsindədir. Gəlin nümunə gətirək. Hansı sözlərdir? Məsələn, ana, mama. Sonu A hərfi ilə bitir. Deməli, qadın cinsidir. Kniga, kitab. Sonu nə ilə bitir? A hərfi ilə bitir. Deməli, hansı cinsdir? Qadın cinsidir. Ailə, semya, ya hərfi ilə bitir. Deməli, hansı cinsdir? Qadın cinsi. Tiyotya, hansı cinsdir? Ya hərfi ilə bitir. Qadın cinsi. Məhkil znakla bitəndə, məsəl üçün, dver, qadın cinsindədir. Qapı, kravat, çarpayı, qadın cinsindədir. Və yaxud, məsəl üçün, radost, sevinç, sladost, şirniyyat və s. və ilaxır. Yəni, bunların son hərfinə ismin cinsində mütləq fikir verin. Ətraflı danışıq dərsinə bağlı aşağıda məlumat verilib, mütləq baxın. İsmin cinsləri. Orta cins. Öncəki 2 videoda biz dedik kişi cinsi və qadın cinsi haqqında. Kim baxmayıbsa, mütləq keçid edin səhifəmə və baxın. İndi isə orta cins. Nədən biləcəyik ki, isim orta cinsdədir? Bir çoxlarınız bilirsiniz, deyərdim ki, hamınız bilirsiniz ki, isim nə sualına cavab verirsə, sırf biz burada nə sualına cavab verənə baxmalıyıq da. Nə sualına cavab verirsə, cansızdırsa, deməli bu isimdir. Əgər ismin sonuncu hərfi o hərfi ilə bitirsə, deməli bu isim orta cinsdədir. Məsəl üçün, derevo orta cinsdədir. Yabloko orta cinsdədir. Sonra okno orta cinsdədir. Sonra masla orta cinsdədir. Və s. və ilaxır. Y hərfi ilə bitirsə, orta cinsdədir. Məsəl üçün, zdaniye, bina, znaniye, bilik, zadaniye, tapşırıq və s. və ilaxır. Və hətta yəlik əvəzliklərində yo hərfi ilə bitirsə, bu da orta cinsdir. Mayo, tvayo, bunların hamısı göstərir ki, söhbət orta cinsdən gedir. Əzizlərim, 40 danışıq dərsindən faydalanmaq istəyirsinizsə, aşağıda ətraflı məlumat verilib. İstisnalar. İsmin cinsində istisnalar. Kim dinləyibcə öncəki
3 dənə videonu. Yəqin ki, düşünmüsünüz ki, görürsən müəllimə orta cins haqqında niyə heç nə demir? Buyurun, deyirəm. Kişi cinsində istisnalar var. Hansı sözdür? Cəmi 5 sözdən ibarətdir. Papa, dядя, дедушка, мужчина, юноша. Vəssalam. 5 dənə isimdir. Kişi cinsində. Baxmayaraq ki, sonu qadın cinsi kimi bitir, hansısa A hərfi ilə, hansısa Y hərfi ilə bitir, amma söhbət kişidən getdiyinə görə kişi cinsinə aiddir. Orta cinsdə də istisnaları var. Orta cinsin istisnası bunlardır. Baxa bilərsiniz. Amma bir sir açım. Bunların içində ən çox istifadə etdiyiniz, gündəlik həyatınızda sizə lazım olacaq cəmi 2 dənə isimdir. Hansıdır? İmya, bir də время. Məsəl üçün, dediyim kimi də imya ad, время zaman. Unutmayın ki, bunun sonları ya hərfi ilə yox, miya şəkilçisi ilə bitir. Ona görə də orta cinsin istisnasına aiddir. Əzizlərim, 40 danışıq dərsi, qrammatikasız filan, sadəcə danışaraq rus dilində rahat danışmaq istəyirsinizsə, məlumat aşağıda verilib. Şəxs əvəzlikləri. Hansı ki, yerlik əvəzliyi də bundan qaynaqlanır. Amma bir çoxlarımız əslər olsun ki, bilmirik. Gəlin bir yerdə öyrənək. Şəxs əvəzliyi. Ya, mən. Ты, sən. On, ana, o. On kişilərə aiddir, ana qadınlara. Мы, biz. Вы, siz. Onlar, они. Я, ты, он, она, мы, вы, onlar. Əzizlərim, tez bir zamanda rahat rus dilində danışmaq istəyirsinizsə, hətta 2 aya da bunu edə bilərsiniz. 40 danışıq dərsini faydalanmaq istəyirsinizsə, nə etməlisiniz? Bəli, aşağıda məlumat verilib, mütləq sona kimi oxuyun. Danışıq dərsləri necə keçirilir görmək istəyirsiniz? Çünki sınaq dərsi keçmirəm. Bu zaman bu səhifəyə abunə olun və hər gün canlı yayımları izləyin. Onda görəcəksiniz ki, dediyim boşuna deyir. Həqiqətən də gözəl nəticələr var.